Salam yoldaşlar, 6 aprel 2025-ci tarixində güvənin keçirdiyi blok imtahanının 10-cu sinif 1-ci qrup üzrə fizika suallarına nəzər yetiririk. Başlayaq. 31. X oxu boyunca düz xəttə bərabər yavaşdan hərəkət edən cisim K nöqtəsini keçən andan 20 saniyə sonra M nöqtəsinə çataraq dayanır. Cismin yola görə orta sürətini hesablayın. Deməli, başlanğıc koordinatı bura -20-dir, son koordinatı 80-dir. Bu zaman son koordinatdan başlanğıc koordinatı çıxanda bizə qalır 80 çıxılsın -20, yəni 100 metr. Deməli, bunun yerləşməsi 100 metrdir və yaxud yolu 100 metrdir. Onda yola görə ortasını tapanda yolu bölürük zamanı. Yəni 100-ü bölürük zamanı 20 saniyə olacaq, 100 bölünsün 20 cavab eləyəcək 5 metr bölünsün saniyə. Yəni D variantı. 32. Çevrilərcə bərabər sürətdə hərəkət edən iki maddi nöqtənin bucaq sürətləri omega 2 bərabərdir 2 omega 1 olarsa, onların xətti sürətlərin ədədi qiymətlərini tapın deyir, hesablayın deyir. Yoldaşlar, burada biz əllərə fikir versək, radiuslara fikir versək, buradakı birinci radius 2 götürsək qiymətini, ikincidəki qiyməti 3'dür. Yəni, R1'i 2, R2'ni 3 götürə bilərik. Və bucaq sürətlərin də nisbəti omega 2 bölü omega 1 2'dir. Yəni, omega 2 omega 1'dən 2 və çoxdur. İndi xətti sürətlərin nisbətini istəyir bizdən. Xətti sürət bərabər nəyə? Bucaq sürətə vurulsun radius. V bərabər omega R. Bu adam V2 bölü V1 bərabər olacaq. Omega 2 R2 omega 1 R1. Yəni, omegaların nisbəti vurulsun L'lərin nisbəti. İndi omega 2 bölü omega 1 onsuz bizə verib 2 şərtdə verib. R2'ni 3, R1'i 2 qəbul elədik. 2 ilə 2 xısar gedir, qalır nə? 3. Yəni cavabımız olacaq D variantı. 33. Yer səthindən aşağı yuxarı atmış cismin maksimal qalxma öndürünün başlanğıc sürətinə asılı qrafiki hansıdır deyir. Maksimal qalxma öndürünün ifadəsi H bərabərdir. V0 kvadratı bölü 2J olduğundan maksimal qalxma öndürlüyü başlanğıc sürətlə kvadratik asılıdır. Cavabımız olacaq 33'də Y variantı. 34. Sabit dartı qüvvəsi, yəni 10 Newton dartı qüvvəsinin təsiri ilə üfüqi səthi üzrə hərəkət edən 4 kilo kütləli cismin sürətinin modulunun zamanına asılığı V bərabərdir 1 plus 10^5 T şəklindədir. Bu zaman cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini deyir, hesablayın. Dartı qüvvəsi 10'dur. Kütlənin qiymətini bizə verib 4 kilo. Tənlim V bərabərdir 1 plus 10^5 T'dir. Bu sürət tənliyində T'nin əmsalı V bərabərdir V0 plus AT'yə görə T'nin əmsalı təcildir. Yəni 10^5 burada təcildir. İndi dartı qüvvəsi sürtünmə qüvvəsi hərəkətin əksinə yönəldiyindən əvəzedici qüvvəni tapanda dartı qüvvəsindən sürtünmə qüvvəsi çıxılır. Əks istiqamətdə qüvvələr çıxılır və bərabər yanaşan hərəkətdə sürətlə qüvvə eyni istiqamətdədir. Bərabər yanaşan hərəkətdə dartı sürtünmədən böyük olur. Həmçinin sürət tənliyi də bərabər yanaşanın tənliyidir. Buradan sürtünmə qüvvəsini tapsaq, sürtünmə qüvvəsi bərabərdir. Əvəzedici qüvvə çıxılsın, dartı qüvvəsi. Yaxşı, əvəzedici qüvvəni yerinə yazıram M-a. M-a çıxılsın, dartı. M 4, A 10^5 çıxılsın. Dartı qüvvəsi neçədir? Daha doğrusu, dartıdan çıxıram əvəzedici qüvvəni. Mənfi işarədir bu. Yeniden yazın bunu. Belə yanlışlıqla yol verildi. Sürtünməni tapanda dartıdan çıxıram əvəzedici qüvvəni. Onda dartı qüvvəsi çıxılsın M olacaq. Yəni
10 çıxılsın m 4 a-sı 10-da 5 ondan çıxacağım 2-ni cavabımız eləcək 8 Newton. Yəni 34-də cavabımız olacaq A variantı. Davam edelim. Yapacağız sualımızda. 35. 8 yerdən asılmış cisim şaquli aşağı istiqamətdə yönəlmiş F bərabər 10 Newton qüvvə ilə dartılır. Tarzı halında yayda yaranan elastik qüvvəsi 50 Newton olarsa cismin kütləsini yer hesablayın. Deməli yoldaşlar, burada bu cismə elastik qüvvəsi yuxarı doğru təsir göstərir. Yəni elastik qüvvəsi aşağı doğru bir F qüvvəsindən dartılır və həmçinin burada kütlə mərkəzindən aşağı doğru bir mg, yəni ağırlıq qüvvəsi təsir göstərir. Onu da yaza bilərəm. Aşağı doğru çəkən qüvvələrin cəmi yuxarı doğru çəkən qüvvəyə bərabər olmalı ki, bu cisim tarazlıqda olsun. Yəni F elastik bərabərdir F plus mg. Buradan mg-ni tapsam mg bərabərdir F elastik çıxılsın F. Yəni F elastik neçədir? 50-dir. 50 çıxılsın F-ə, yəni 10-a eləcək 40. Onda M bərabərdir 40 bölünsün J. Yəni 40 bölünsün J 10. Cavab eləcək neçə? 4 kilo. Çıxışda cavabımız oldu 4 kilo, yəni C variantı. 36. İpdən asılmış 8 link tarazlıqdadır. Bu zaman F2 bərabər 30 Newton olarsa T gəlmə qüvvəsinin qiymətini deyir hesablayın. Deməli, bu F1-in qolu, yəni buradan hesablasaq, hər birinin T-yə kimi məsafəsindən baxsaq, bu F1 2, bunu da götürək 4. Onu da yaza bilərik. F1 vurulsun 2 bərabərdir. F2 vurulsun 4-ə. Burada F2 neçədir? 30 Newton. Onda olacaq 30 vurulsun 4. 2 F1 bərabərdir 120. F1 bərabər olacaq neçə? 60 Newton. F1 deməli 60 Newtondur və F1 60-dırsa, F2 də olacaq neçə? 30-dur verib bizə. Onda yuxarı çəkən qüvvə T bərabərdir F1 ilə F2-nin cəmidir. Yəni T bərabər F1 60, F2 30 olacaq neçə? 90 Newton. Yəni Y variantı. Əlbəttə sualımıza keçək. 37. Əvəziyyəci qüvvənin gördüyü işin cismin kinetik enerjisindən asılı qrafikə hansıdır deyir. İş bərabərdir kinetik enerjinin dəyişməyinə. Yəni iş bərabərdir son kinetik enerji çıx başlanğıc kinetik enerji. Bizə də burada başlanğıc həddi 0 verdiyindən başlanğıc kinetik enerji 0-a bərabərdir. Onda iş elə bərabər olacaq son kinetik enerjiyə. Yəni düz mütənasib cavabımız olacaq D variantı. 40. Ay səthindən 5 metr hündürlükdə potensial enerjisi 80 joule olan cismin kütləsinin yer hesabı. Potensial enerjinin ifadəsi Y potensial bərabərdir M, J, H-dır. Buradan M-i tapsaq, M bərabər olacaq Y potensial bölünsün J, H-a. Yəni, potensial enerjinin qiyməti 80-dir. 80 böləcəm J, 10 H-da 5. 80-i 50-yə bölsəm cavabımız, daha doğrusu J 1.6-dır. Buna fikir verək. J-ni əksər halda 10 verirlər. Sadəcə burada ay dediyi üçün 1.6-dır. Yer desəydi 10 idi. 80-ə böləcəm 1.6 vurulsun 5-ə. Yəni 80 bölünsün 8-də cavabımız edir neçə? 10 kilo. Yaya bağlanmış cisim x bərabərdir 10'da 2 kosinus 5t qanunu ilə rəqs edir. Rəqqasın rəqs amplitudunu və rəqs periodunu hesablayın deyir. Deməli, rəqs amplitudu yəni x-im. Bu x bərabərdir x-im kosinus omega t təniyidir. Yəni, buradakı 10'da 2 x-imdir. Qaldı omegası 5 pildir deməli. Omegası 5 pildirsə, omeganın ifadəsi nə idi periodundan? 2 pi bölünsün t. Buradan t-ni tapsaq t bərabər 2 pi bölünsün omega. Yəni 2 pi bölünsün. Omeganın ifadəsi qiyməti 5 pi. Pi-lər ixtisar gedə 2 bölü 5, yəni 10'da 4. Cavabımız olacaq D variantı. 39'da D. Davam edək. 40. Suya nəzərən sükunətdə olan gəmidən okeanın dibinə göndərilən səs siqnalı 6 saniyə gəmiyə qayıdır. Gəmi olan hissədə okeanın dərinliyi hesabı. Dərinlik bərabər idi
VT bölünsün 2. Yəni ümumi yolu böləcəm zamana da. Yəni ki, daxil oldu dərinliyə, sonra təzədən qayıtdı. Yəni 2-yə bölməliyəm bunu dərinliyi tapmaq üçün. Həmin məsafəni gedib həmin məsafəni qayıtdığı üçün. İndi sürətin qiyməti 1500-dür. Zamanı da bizə verib neçə? 6. Bölsəm 2-yə cavabımız eləcək 4500. Bunu da kilometrə çevirsəm 1000-ə böləcək, eləcək 4,5 kilometr. Yəni C variantı. 40-ın cavabı C. Keçək 41-ə. Neftin çənin dibinə göstərdiyi təzyiq 40 kilopascal olarsa, çəndə olan neftin hündürlüyünü hesab edilir. Deməli, təzyiq bərabərdir hidrostatik təzyiq rho J H. Buradan H-ı tapsaq, H bərabərdir P bölünsün rho J. P neçədir? 40 kilopascal, yəni 40 mildir. 40 vurulsun 10 üstü 3. Rho'su bizə verib 800. J'si də 10. Yəni 40 mini böləcəyəm 8000-ə. Da bizə neçə verəcək? 5 metr. Yəni A variantı. 42. Suda üzən 2,4 kilo kütləli cismə təzən əvəzləyici qüvvənin və Arximet qüvvəsinin qiymətini hesab edir. Əvəzləyici qüvvə nəyə bərabərdir? Bura aşağı doğru çəkən bir ağırlıq qüvvəsi var. Yuxarı doğru çəkən bir Arximet qüvvəsi var. Bu zaman suda üzürsə, üzmə şərti ağırlıq bərabərdir ilə Arximedə. Onda əvəzləyici qüvvə nəyə bərabərdir? Bu qüvvələrin fərqi idi. Əgər bu qüvvələr bərabərdirsə, deməli əvəzləyici qüvvə ilə sıfırdır. Əvəzləyici qüvvə sıfırdırsa, Arximet qüvvəsinin qiymətini hesabla deyir. Arximet qüvvəsi dedik ki, ağırlıq qüvvəsinə bərabərdir, yəni mg. M-in bizə verib 2,4, J də 10, cavab neçə eləyəcək? 24 newton. Deməli, Arximet qüvvəsi 24-dür, əvəzləyici qüvvə də sıfırdır. 42-də cavabımız olacaq B variantı. Növbəti sualımıza keçək. 43. Başlanğıc temperaturu 30 Selsi olan mis cisim Kelvin şkalası üzrə 50 Kelvin qızdırılır. Bu cismin son temperaturu hesabı. Kelvin şkalasındakı temperatur dəyişməsi elə Selsi şkalasının temperatur dəyişməsindən bərabərdir. Yəni hər ikisi 50 idi. Onda başlanğıc temperatur 30-dursa və bunun temperatur dəyişməsi 50 Selsidirsə, onda temperatur dəyişməsi bərabərdir. Son temperatur çıx başlanğıc temperaturu. Yəni 50 bərabərdir T çıxılsın 30. Buradan da son temperatur bərabərdir 80 Selsi. Yəni 30-dan 50 qalxıb 80 olub. 43-də cavabımız olacaq C variantı. 44. Verilmiş bir atomlu ideal qazın sıxlığını, qaz atomların konsentrasiyasına asılı qrafikini müəyyən edin deyir. Bir molekulun kütləsini konsentrasiya vuranda bizə verir sıxlığı. Rho bərabər M0 vurulsun N. Onda rho n-dən necə asılıdır? Düzümdən hansı basılıdır? Cavab olacaq 44-də B variantı. Konsentrasiyanın qiyməti artdıqca sıxlığın qiyməti də artar. Və hər ikisi də həcmdən tərs asılı olur. 44-də cavabımız olacaq B variantı. 45. Başlanğıc halda daxili enerjisi 14 kJ olan ideal qaz üzərində xarici qüvvələr 4 kJ iş görür. Prosesin sonunda ideal qazın daxili enerjisini hesab edilir. Deməli, yoldaşlar, daxili enerjinin dəyişməyi termodinamik birinci qanuna görə istilik miqdarı ilə xarici qüvvələrin gördüyü işin cəminə bərabərdir. Burada Q bərabər 0-dırsa, yəni adibat prosesi istilikdən təcrid olunmuş sistemdə gedən prosesdir. Onda elə delta U bərabərdir A olur. Q getdi 0-a. Bu zaman delta U A-dırsa, yəni delta U nədir? U2 çıxılsın U1. Yəni son daxili enerji çıxsın başlanğıc daxili enerji. Bu bərabərdir A. Burada başlanğıc halda daxili enerji, yəni U1-i bizə verib 14 kJ, U2-ni istəyir. Onda U2 bərabərdir A plus U1. Yəni iş neçədir? 4. 4 plus 14 cavab eləcək neçə? 18. Yəni Y variantı. Yəni, prosesin sonunda 18-dir, başlanğıcda 14-dür. Fərqi eləyəcək, xarici qüvvələrin gördüyü işlə bərabər olacaq. Yəni 4-də cavabımız olacaq 45-də Y variantı. 46. Müəyyən temperaturun nisbi ötübəti 40% olan havadakı su buxarının sıxlığı 12 qram bölünsün metr kubdursa,
Doyan buxarın sıxlığı nəyə bərabərdir deyir. Nisbi rütubətin ifadəsi rho bölünsün rho 0 vurulsun 100%. Buradan mən rho 0, yəni doyan buxarın sıxlığını tapsam, nə olacaq? Rho vurulsun 100 bölünsün fi. Yəni, rhosu 12, 100 bölünsün 4. Bu da bizə necə verəcək? Bəli, 30 verəcək. Daha doğrusu fi 4 yox, 40. 12 vur 100 böldü 40. Bu da bizə verəcək 30 qram bölünsün metr kub, yəni C variantı. 46-da C. Keçən növbəti sualımızda 47-yə. Radiusu 1,4 mm olan kapillər borda qalxan suyun hündürlüyünü hesablayın deyir. Deməli, yoldaşlar, qalxan mayenin hündürlüyünün üstürü H bərabər 2 sigma bölünsün rho J R. 2 vurulsun. Sigmanın qiyməti 70 millidir. 70 vur 10 üstü mənfi 3. Rhosu 1000, yəni 10 üstü 3. G 10. Radiusu da neçədir? 1,4 milli 10 üstü mənfi 3. 10 üstü mənfi 3 getdi ixtisar. 2 vur 70, 140, 140 böl 1,4, 100. Aşağı da 10 üstü 4. Yəni yuxarı 10 üstü 2, aşağı 10 üstü 4. Eləcə 10 üstü mənfi 2. Bunu da mən 10 vur 10 üstü mənfi 3 kimi göstərə bilərəm. Yəni 10 millimetr. C variantı 10 üstü mənfi 3 millimetrdir. 10 vur 10 üstü mənfi 3 kimi göstərsəm cavab eləcək 10 millimetr, yəni D variantı. 48. Qızılın xüsusi sərməstliyin 10 kütləsi hansı qrafiki? Xüsusi sərməstliyi maddenin növündən asılı idi. Yəni, kütləsindən asılı deyil. Cavabımız olacaq 48-də B variantı. Nə kütlədən, nə də isti miqdarından, yəni yanma istiliyindən, ərimə istiliyindən asılı deyil. Cavab olacaq 48-də B variantı. 49. Havanın nisbi rütubətinin daha dəqiq və ani ölçən cihaz hansıdır deyir. Nisbi rütubəti psixometrlə və yaxud higrometrlə ölçülür. Burada cavabımız olacaq 49-da Y variantı. Higrometr, rəqəmsal higrometr. Manometr təzyiqi ölçür, məcruka həcmi ölçür, rəqəmsal termometr temperaturu ölçür, dinamometr də qüvvəni ölçən cihazdır. Cavabımız olacaq higrometr Y variantı. Elastiki deformasiya halında mis məhdudindən asılmış yükün kütləsini 2 dəfə azaltdıqda onda yaranan mexaniki gərginlik necə dəyişər? Mexaniki gərginlik bərabərdir qüvvə bölünsün sahə. Qüvvəni yerinə yaza bilərəm mg bölünsün s. Yəni mexaniki gərginlik kütlə ilə düzüm tansı asılı olur. Yəni kütlə 2 dəfə azaldıqda mexaniki gərginlik də 2 dəfə azalmış olar. Cavab olacaq 50-də B variantı. 51. T1 temperaturlu və V1 həcmli isti su ilə T2 temperaturlu və V1, V2 həcmli soyuq su qarışdıqda qarışmış temperaturun hansı ifadə təyin olur? Qarışmış temperaturun ifadəsi olacaq. Belə bir ifadəsi var qarışmış temperaturun M1 T1 plus M2 T2 böl M1 plus M2. Sadəcə burada M bərabərdir rho V olduğundan M-in yerinə V yaza bilərik. Onda olacaq cavabımız D variantı. V1 T1 plus V2 T2 böl V1 plus V2. Kütlə ilə həcm düzüm transvasitə olduğundan kütlənin yerinə elə həcm qoya bilərəm. M1-in yerinə V1, M2-nin yerinə V2 qoysam olacaq V1 T1 plus V2 T2 böl V1 plus V2. 52. İdeal qazın daxili enerjisi və qaz molekulunun orta kinetik enerjisi üçün L-Levin diaqramına uyğun ifadələri müəyyən elə. Bu aydınca oldu. Hər ikisi müsbət skalar fizik əməliyyətdir. Biri daxili enerjidir, biri də kinetik enerjidir. Enerjidir, yəni müsbət skalar fizik əməliyyətdir. Qazın növündən, kütləsindən və temperaturundan asılıdır daxili enerji. Qazın temperaturundan asılıdır kinetik enerji. Cavabımız olacaq 3, 4, 1, 2, yəni 52-də B variantı. Əlillik açar sözlərdən uyğun ardıcılıqla istifadə edərək mətni tamamlayan deyir. Sabit temperatur ideal qazın halının dəyişmə prosesi nə adlanır? Sabit temperaturda izotermik prosesdir. Sabit həcmdə ideal qazın halının dəyişmə prosesi izoxorik proses. İzoxorik prosesdə verilmiş kütlə ideal qazın təzyiqi onun temperaturla düzüm mütənasibdir. İzotermik prosesdə verilmiş kütlə ideal qazın təzyiqi onun həcmi ilə tərs mütənasibdir. 4, 3, 1.
2. 54. Cismə tətbiq edilmiş 3 qüvvənin əvəziyyətsizin modulunu hesablayın deyir. Deməli, F1 5 newtondur, sola doğrudur. F2 8 newtondur yuxarı, F3 də 11 newtondur sağa. Bu zaman sağa doğru çəkən qüvvə ilə sola doğru çəkən qüvvə əks istiqamət olduğunu çıxılır. Onda bunların əvəziyyətini tapsam, 11-dən çıxacağam 5-i, yəni F3 çıxılsın 1, 11-dən çıxacağım 5-i, bu bizə verəcək 6 newton və hansı istiqamətdə olacaq? Böyük qüvvənin istiqamətində, yəni bura. 6 newton bura. Deməli, 8 yuxarıdır, 6 sağadır. Bunların əvəziyyəti ortadan çıxan xəttdir və 90 dərəcə olduqdan Pifaqorla tapılır. Yəni 8-in kvadraты plus 6-ın kvadraты. Bunlar Pifaqor ədədlərdir onsuz. Kök 6 100 eləyəcək, yəni 10 newton. Demək, əvəziyyəci qüvvəmiz 10 newtondur. 55. K nöqtəsinin hərəkətə başlayaraq o tazıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın bir tam rəqs ərzində getdiyi yolu hesablayın deyir və santimetrlə ifadə edib. Deməli, yoldaşlar, bir tam rəqs ərzində gedilən yol bərabərdir 4 dənə amplitudda. Bir tam dediği üçün n1 deyilə. Deməli, s bərabərdir 4x-ə, 4 amplitud. Yaxşı, amplitud nədir? Tazıq vəziyyətindən maksimum uzaqlaşdırma məsafədir. Yəni, tazıq 35-dirsə, bu 20-dir, bu da 50-dir. Deməli, bu 15 metr uzaqlaşıb, 15 santimetr uzaqlaşıb. Deməli, x-m 15-dir. Yəni, 35-dən 20-yə gələndə 15 edir, 35-dən 50-yə gələndə 15 edir. Deməli, bu x-m 15-dir və bu x-mi 4-ə vursam, bu bir tam rəqs ərzində getdiyi yolu taparam. Yəni 4-ü vuraram 15-ə, cavabımız eləcək neçə? 60 santimetr. Yəni deməli bir tam rəqs ərzində getdiyi yol 60 santimetrdir. 56. Hansı ifadələr doğrudur? Otaqdakı psixometrin quru və yaş termometrlərin göstərişləri verilmişdir. Psixometrin quru termometrin göstəricisinin sabit qiymətində yaş termometrin göstəricisi azalarsa, bu otaqdakı havanın nəyi dəyişir? Deməli, quru termometr nə ölçür? Temperaturu. Və quru termometrin göstərişi sabitdirsə, deməli, temperatur dəyişməz. Yaxşı. Yaş termometr nəyə göstərir? Nisbi rütubəti. Yaş termometrin göstərişi azalarsa, nisbi rütubət deməli azalar. Cavabımız olacaq 56-da 3 və 5. Əliyyətdə sabit kütləli verilmiş ideal qaz izotermik sıxılır. İzotermik sıxılırsa deməli temperaturu sabitdir. Sıxılırsa həcmi azalır. Həcm azalırsa sıxılığı artır. Deməli, 1-ə uyğundur, sıxlığı artar. Y variantı. Və temperatur sabit olduğu üçün daxil enerjisi də dəyişməz. C variantı. 1-ə C-yə. 2. İzoxordursa həcm sabitdir, soyuyursa deməli temperatur azalır. Bu zaman həcm sabit olduğu üçün sıxlıq da sabitdir, dəyişmir. D variantı uyğundur. Və qazın daxil enerjisi temperatur azaldığı üçün o da azalır. B variantı bura uyğundur. 1-ə C-yə, 2-yə B-dir. 3 isə nədir? Deyir ki, izobardır, yəni təzyiq sabitdir. Genişlənirsə həcmi artır. Həcm artırsa sıxlığı azalır. Bu variant yoxdur. Və həcm artırsa deməli temperatur da artır. Temperatur artırsa elə daxil enerjisi də artır. Deməli daxil enerjisi artar. A variantı bura uyğundur. 1-ə C-yə, 2-yə B-dir, 3-ə A. Və gəldik birinci qrupun son 3 sualına. 58. Çəkisi ipdən asılmış düzbucaqlı parapet şəklində ki, bir cisim tarazlıqdadır. Bu zaman bu halda ipdə yaranan gəlmə qüvvəsi T1 20-dir. Kran açılmaqla qab CD səviyyəsinə qədər su ilə doldurulur. Bu tarazlıq halında isə ipdə yaranan gəlmə qüvvəsi 12 Newton olur. Cismin həcmini desimetr kub ilə hesablayın. Deməli, başlanğıc halda bura yalnız bir cismə ağırlıq qüvvəsi təsir göstərir aşağı doğru. Onda başlanğıc halda burada T1 bərabərdir elə F ağırlığa. Yəni 20-yə. Bu qüvvələr yuxarı çəkim qüvvə, aşağı çəkim qüvvəyə bərabərdir və taracıqdadır. Sonra su ilə dolduranda artıq suyun qüvvəsi, yəni Arximet qüvvəsi ona da təsir göstərir və Arximet qüvvəsi
Mayedə yuxarı qaldıran qüvvədir. Yəni axımın qüvvəsi yuxarıdır. Ağırlıq da yəni aşağı doğru bunu çəkir. Onda T2 bərabərdir. Yəni T2 ilə F-Arximedin cəmi, yuxarı çəkən qüvvələrin cəmi bərabər aşağı çəkən qüvvə ağırlığa. Onda F-Arximedi taparıq. F-Arximed bərabər F ağırlıq çıxılsın T2. Yəni F ağırlıq deməli bayaq dedik 20-dir. Düzdürmü? Və ağırlıq qüvvəsinin qiymətini dedik 20. Yəni 20 çıxılsın T2 neçədir? 12. Eləcək nə? 8 newton. Demək, Arximed qüvvəsi 8-dir. Və Arximed qüvvəsi 8 isə Arximed qüvvəsinin ifadəsi Romayı J V cisimdən cismin həcmini taparım. V cisim bərabər olacaq F Arximed bölünsün Romayı J. Yəni 8 bölünsün Romayı neçədir? 1000. J-də 10. Bu bizə verəcək neçə? 8. Bu 10 üstü 4-dür. Yuxarı qalxar 10 üstü mənfi 4. Bunu mən necə göstərə bilərəm? Bunu mən 8 vur 10 üstü mənfi 4 edir. Bunu mən necə göstərə bilərəm? Onda 8 vurulsun 10 üstü mənfi 5 kimi. Bu da eləcək %8 vur 10 üstü mənfi 6 olar. 1 desimetr. Bir dəqiqə. Onda 8 vur 10 üstü mənfi 3 kimi göstərə bilərəm. Aha. Düzdürmü? Bir dənə 10'lu buna verdi. Qiyməti azaltdı. 10 üstü mənfi 3 elədi. İndi 1 desimetr neçə metrdir? 1 desimetr 10 üstü mənfi 1 metrdir. Onda 1 desimetr kub olacaq. 10 üstü mənfi 3 metrin kubu. Yəni bu eləcək 10,8 metrin kubu. Cavab eləcək 10,8 metr kub. Sonra keçən növbəti sualımıza 59. Yer səthindən müəyyən başlanan sürətlə yuxarı atılan cismin kinetik enerjisinin potensial enerjisinin asılı qrafikini çəkindir. Yer səthindən müəyyən başlanan sürətlə atılıbsa, şaqlı yuxarı atılıb, şaqlı yuxarı atılanda sürətin ifadəsi h bərabərdir v kvadratı çıx v0 kvadratı çıx v kvadratı bölü 2j'dən v0 kvadratı çıx v kvadrat bərabərdir 2j(h). Onda buradan mən V'nin ifadəsini tapsam, V bərabərdir kök altında V0 kvadratı çıx 2j(h). Düzdürmü? Daha doğrusu V0 belə yazaq da birbaşa. Normalda ifadəm V bərabərdir V0 kvadrat plus 2AS idi. Yəni S bərabərdir V kvadrat çıx V0 kvadrat bölü 2AS-dən almışam. Burada A-nı mən J ilə əvəz edirəm. S-i də H-dan əvəz edirəm. Onda ifadəm olur V bərabərdir V0 kvadrat plus 2JH-a. Və aşağı yuxarı atıbsa əvvəlcə bərabər yavaşın hərəkət etdiyindən burada plus minus olacaq. Onda olacaq V bərabərdir V0 kvadrat çıx 2JH. Deməli, son səthin düsturu budur. Və kinetik enerji ifadəsi necə idi? M V kvadratı bölü 2. Onda V'nin yerinə yazaram. Kök altında V0 kvadrat çıx 2JH-ın kvadratı bölü 2. Onda olacaq M bölü 2 V0 kvadratı çıx 2JH kökdən çıxdı. İndi bunu mən belə yaza bilərəm. M V0 kvadratı bölü 2 çıx MJH. Başlanğıc halda yalnız kinetik enerji var. Potensial enerji yoxdur. Onda başlanğıc halda kinetik enerji ilə tam enerjiyə bərabərdir. Onda bu ifadəni belə yaza bilərəm. YK bərabərdir. Y tam çıxılsın. MJH nədir? Potensial enerji. Yəni burada tam enerjini, tam mexaniki enerjini saxlama qanunu ödənilir. Kinetiklə potensialın cəmi tam enerjiyə bərabərdir. Bu zaman kinetikin potensialının asılı qrafikini çəksək, xətti asılı olaraq dəyişir. Yəni tam enerji müəyyən bir qiymətdən başlayaraq nə olacaq? Potensial enerji qiyməti artdıqca azalacaq. Yəni cavab belə bir qrafikdir. Burada maksimal nöqtələr tam enerjidir. Yəni yalnız kinetik enerji olduqda tam enerjiyə bərabərdir. Yalnız potensial enerji olduqda o da tam enerjiyə bərabərdir. Yəni maksimal qiymətlər tam enerjidir. Kinetikin də potensial enerji asılı qrafikini çəkdik.
Getdikcə uşaqlıq atılmış hərəkət nədir? Əvvəlcə bərabər yavaşlayan, yəni getdikcə kinetik enerji azalır, potensial enerji artır. Belə bir qraf. Kinetik enerji azalır, potensial enerji artır. Daha sonra maksimal hündürlükdə potensial enerji maksimal qiymətini alır, kinetik enerji azalır. Davam edeyim. Maksimal hündürlükdə potensial enerji maksimal qiyməti alır, kinetik enerji sıfır qiymətini alır. Sonra isə cisim aşağı düşdükcə artıq potensial enerji artır, kinetik enerji azalır. Altmış silindrik qabda porşun altında qalan su buxarının izotermik genişlənməsi zamanı halının dəyişməsi P, rho v koordinatlarında təsvir edilmişdir. 1, 2 və 2 hissələrində uyğun su buxarının kütləsinin necə dəyişdiyini yazın. Deməli, başlanğıc halda 1, 2-də görürəm ki, sıxlıq sabitdir. Sıxlıq sabitdirsə və rho v-dən asılı deyilsə, burada görürəm ki, v artır. Bu doyan buxardır. Bu zaman sıxlıq sabit olanda doyan buxarda təzyiq konsentrasiya temperaturda sabit qalır. İzotermik proses sonsuz temperatur sabitdir. Deməli, təzyiqlə konsentrasiya da sabit. Bu zaman kütlə, doyan buxarın kütləsi həcm artdığı üçün artacaq. Yəni, buxarın kütləsi artır, mayenin kütləsi azalır. Yəni, başlanğıc halda 1-2 prosesində doyan buxar olduğu üçün buxarın həcmi artdıqca buxarın kütləsi də artar. Artıq 200 hissələrinə geçsək, 200 hissəsində rho ilə V tərsdir. Bu doymayan buxardır və doymayan buxar özünü ideal qaz kimi aparır. İdeal qazın əsas şərtimiz nə idi? Kütlə sabitdir, dəyişmir. Deməli, 1-2-də buxarın kütləsi artır, həcmi artır. 2-3-də isə doymayan buxar ideal qaz qanuna tabe olduğu üçün buxarın kütləsi dəyişmir, sabit qalır. Deməli, yoldaşlar, izahımız bu qədər. Növbəti izahlarda görüşənədək özünüzdən müğayət olun.